İndi də bilirsiniz ki, Qarabağda böyük bərpa işləri gedir. Mən sizə deyim, hələ 20-ci ildə bizim böyük qələbəmizdən sonra mən Füzulidə olmuşdum 3 aydan sonra və şəkil də çəkdirmişdim. İndi gedəndə insan inanmır ki, bu 5 ildə nə qədər bina tikilib, hər yerdə, hər bir şəhərdə, hər bir kənddə, nə qədər bərpa işləri gedir, necə insanlar qayıdırlar bu yerlərə və təbii ki, qayıtmalıyıq, bu bizim torpağımızdır. Və sonra oradan biz getdik Xankəndiyə. O vaxt boş idi, inanın mənə ki, biz gezirdik boş şəhərdə. İndi institut da açılıb orada, indi tələbələr də var orada, indi insanlar yavaş-yavaş qayıdırlar o şəhərə və təbii mən inanıram ki, o şəhər də yaxşı inkişaf eləyəcək. Hər yerdə bərpa işləri gedir, hər yerdə insanlar qayıdır, hər yerdə uşaqlar qayıdırlar orada, oxuyurlar, məktəblər tikirlər, institutlar açırlar. Və mən hesab eləyirəm ki, belə də olmalı idi. Mən arzu eləyirəm ki, bizim uşaqlarımız, bizim nəvələrimiz də heç vaxt müharibə görməsinlər. Qarabağ həmişə bizimdir. Bu belə olub, belə indi hal-hazırda var və həmişə də belə olacaq, əbədi.